Ölmüşəm də gülməkdən. Sən zamdən bu videoya bax. Bunlar necə baxışlar yığır bu qədər? Cəmaatın başı gedib o. Sən də onlara qoşulmusan. Bunu elə gülüb like eləyirlər. O sən də. Güya sizin renginiz ki. Eyni şey edirsiniz də, baxırsınız, gülürsünüz, gəlirsiniz. Hələ bu videolara baxmaqla özünüzə də, yaxınlarınıza da siz beyninizə ziyan vurursunuz. Bəs də ağıllı danışdın da. Ha bir dənə videoda baxdıq da nə olacaq? Bax qardaşım, bu alqoritmdir. Alqoritm sənə nəyə baxdığını ölçür və bir də sənə təkrar eyni şeyləri göstərir. Əslində sən sadəcə olaraq bir döngənin içindəsən və bunun sayəsində sənin beynin ziyan görür. Çünki beynin buna dopaminlə cavab verir. Hər dəfə nəyisə güləndə, nəyisə bəyənəndə reaksiya alırsan və bu reaksiyadan sənin beynin asıllı olur. Heç bir konsentrasiya yoxdur. Tədqiqatlar belə onu göstərir ki, kontentdən uzun müddətli baxış diqqət dağınıqlığı, impulsivlik və hətta emosional yorğunluq belə yaradır. Əsas sual budur ki, sən bu videoları tükədirsən, yoxsa bu videolar səni tükədir? Başa düşdünüz?